Bütün BMW pilotlarına salam. Deməli bizim yanımıza yaxınlaşıb belə bir 325i M54 motorla yerində biz onu diagnostika elədik. Ekranda gördüyünüz bu aşıbqalardır. Bir neçə silindirdə propusk zajiganya gedir. Yəni ki, alışma düzgün olmur. Bir sözlə nəsə xoşuna gəlmir. Həm də müştəri qeyd edib ki, avtomobil səhər-səhər 6-cı, 7-ci dəfədən xodlanır. Elə olur ki, 15-ci dəfədən xodlanır. Avtomobil normal getmir, sürət normal yığmır. Bir sözlə leş kimidir. Axşamdan saxladı maşını bizə, səhər-səhər isə rampaya manometr qoşub xodlamağa çalışarıq. Rampada təzyiqi biz görürük ki 2,3 və ya 4 bardır. Bu əlbəttə ki çox azdır. Əslində ideal işləyən nasos 3,5 bar verməlidir rampaya. İndi isə bir neçə dəfə çalışarıq bunu xodlayaq. Üçüncü dəfədən uca görürsünüz ki 2,5 bar verir, amma kodlanmır. İndi isə davam edirik. Açarı bırakan kimi mühərrik sönür, benzinin təzyiqi qalxmır və indi qaz pedalını basa-basa çalışarıq bunun abarotu qaldıraq. Hal-hazırda qaza basıb istəyirəm ki, biraz avarot qalxsın və indi biz görürük ki, benzin təzyiqi 3 para qalxıb. O da yenə də azdır. İndi isə 100% əmin olub demək olar ki, bunun benzin nasosu xarab olub və əlbəttə ki, ya təmir olunmalıdır və ya dəyişdirilməlidir. Abarotları saxlamıram deyə mühərrik yenə öz-özünə sönüb. Və əgər qaza basmırsansa təzədən sönür. İndi isə benzin nasosu dəyişdi. Təzyiq normasındadır. 3,5 bardır. Birinci dəfədən xodlanır. Aşıbqaları sildi və həmişəki kimi müştəri razı qalıb. Allah xeyri versin.